Salam, hər vaxtınız xeyir olsun əziz izləyicilərim. Kanalıma və mətbəximə xoş gəlmisiniz. Bugün sizinlə əsasən tortlarda və müxtəlif şirniyyatlarda istifadə edə biləcəyiniz həm dadı, həm də rəngi ilə möhtəşəm olan vişnə dolğusunun reseptini bölüşürəm. Hazırlanması çox asandır və nəticəsi inanın ki, sizi mütləq razı salacaq. İlk olaraq 300 qram tumu təmizlənmiş vişnəni qazana əlavə edirəm. Üzərinə 130 qram şəkər tozu tökürəm və aşağı odda bişməyə qoyuram. Mən biraz turşməzə sevdiyim üçün şəkər tozunun miqdarını çox etmədim. Lakin öz damaq dadınıza uyğun şəkər tozunun miqdarını artıra bilərsiniz. Vişnə bişdikcə öz suyunu buraxır və şəkər də yavaş-yavaş həll olur. İnanın ki, mətbəxi o qədər gözəl bir ətir bürüyüb ki, bu ətri sizlərə ötürmək istəyərdim, imkanım olsaydı. Təxminən 5-10 dəqiqə qaynadıqdan sonra ocağı söndürürəm və blenderlə vişnələri bir qədər əzirəm. Tam püre halına salmıram. İçərisində xırda vişnə hissələrinin qalması dolğunu daha dadlı və gözəl göstərir. Lakin istəsəniz tam püre halına da sala bilərsiniz. Sonra ocağı təkrar yandırıram və vişnənin üzərinə bir dolu xörək qaşığı qarğıdalı nişastası əlavə edirəm. Və eyni anda çırpıcı ilə fasiləsiz qarışdırıram ki, nişasta topaqlanmasın. Bu məqamda mütləq çırpıcıdan istifadə etməyinizi məsləhət görürəm. Bir neçə dəqiqə ərzində dolğu qaynayıb qatılaşmağa başlayır. Lazım olan qatılığa çatdıqda artıq vişnə dolğumuz hazırdır. Gördüyünüz şəkildə bu cür qaynamağa başladıqda artıq dolğumuz hazırdır. Hazır olan dolğumuzun rəngi çox canlı, dadı xoş turşməzə və ətri isə möhtəşəm olur. Tortların arasında, ruletlərdə, piroqlarda, eklerlərdə və istədiyiniz digər şirniyyatlarda rahatlıqla istifadə edə bilərsiniz. İnanın ki, həm görünüşü, həm də dadı hazırladığınız bütün şirniyyatlara xüsusi ləzzət qatacaq. Saxlanmasına gəlincə isə dolğunu tam soyduqdan sonra qapaqlı qabda soyuducuda bir həftəyə qədər saxlaya bilərsiniz. Əgər daha uzun müddət saxlamaq istəyirsinizsə, o zaman buzluğa yerləşdirə bilərsiniz və ehtiyac olduqca istifadə edə bilərsiniz. Resept xoşunuza gəldisə, videonu bəyənməyi, fikirlərinizi şərhlərdə yazmağı və kanalıma abunə olmağı unutmayın. Dəstəyiniz mənim üçün çox önəmlidir və dəyərlidir. Növbəti dadlı reseptlərdə görüşənədək sağ olun, sağlıqla qalın.